Salam əziz şagirdlər. Bu videoda natural ədədlər mövzusunun ikinci bölməsini izah edəcəm. Natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Baxaq birinci suala. Fərq azalandan 147 vahid kiçikdir. Çıxılanı tapın. Mən yazıram azalan, çıxılsın, çıxılan, bərabərdir fərq. Fərq azalandan 147 vahid kiçikdir. Azalan oldu x, fərq isə bundan 147 vahid kiçik. Yəni x çıx 147. Çıxılanı buradan tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Yəni x çıxılsın x minus 147 bərabərdir x çıx x plus 147-yə. Burada x-lar getdi, qaldı 147. Deməli çıxılan 147-yə bərabərdir. Baxaq ikinci suala. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Ən böyük 4 rəqəmli ədəd 9999-dur. Amma rəqəmləri müxtəlif dediyinə görə 9876 götürürük. Bu olur ən böyüyü. Ən kiçiyi isə rəqəmləri müxtəlif dediyinə görə 1023. Bu da olur ən kiçiyi. Bu ədədlərin fərqi isə 9876 çıx 1023. 8853-ə bərabərdir. Yəni Y variantı. Üçüncü sual. 1 plus 3 plus 5 plus 19 A-ya bərabər olarsa, bu cəmi A ilə ifadə edin. Yazıram 2221 plus 2223 plus 2225 plus 2239 bərabərdir. 2221-i necə yazaram? 2220 plus 1 şəklində. 2223-ü plus 3 şəklində. 2220 plus 5 şəklində. 2239-u yazaram. 2220 plus 19 bərabərdir. Burada 1, 3, 5, 19. Bunların cəmi A-ya bərabərdir. Yəni yuxarıda qeyd edilib. Ona görə yazıram A plus 2220-lərin cəmini tapmaq üçün isə 2220-ni sayına vurmalıyam. Yazıram 2220 vurulsun n. Mən bilmirəm neçədən 2220 var. Bunun sayını tapmaq üçün burada sonuncu rəqəmdən çıxıram birinci rəqəmi, bölürəm aralarındakı fərqə. Aralarındakı fərq 2-dir. Üzərinə 1 gəlirəm. Olur 18 böl 2 plus 1. Yəni 9 plus 1 10-a bərabər. Deməli 10 dənə 2220 var burada. Yazıram A plus 2220 vurulsun 10. Yəni A plus 22200. Bu da hansı variantdadır? C variantında. 4-ü də bu qayda ilə həll edək. 3 plus 7 plus 11 plus 27 bərabərdir A olarsa, bu cəmi A ilə ifadə edin. 230-u 230 plus 3-ün cəmi şəklində yazaram. 237-ni 230 plus 7. 241-i 230 plus 11-in cəmi şəklində. 257-ni isə 230 plus 27-nin cəmi şəklində yazdım. Burada yuxarıda qeyd eləyib bizə. 3 plus 7 plus 11 plus 27 A-ya bərabərdir. Yazdım A plus. 230-ların cəmini tapmaq üçün 230-u onun sayına vurmalıyam. Yəni 230 vurulsun n. Bilmirəm neçədən 230 var. Bunun sayını tapmaq üçün sonuncu ədəddən çıxıram birinci ədədi, bölürəm aralarındakı fərqə, üzərinə 1 gəlirəm. Yəni 24 böl 4 plus 1 bərabərdir 7. Deməli burada 7 dənə 230 var. Yazıram. Bərabərdir A plus 230 vurulsun 7-yə. Bu da bərabərdir A plus 1610 oldu. Deməli cavab Y variantı. Baxaq 5-ci sualın izahına. 2
natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Bu ədədlərin fərqini tapın. Bu ədəd iki rəqəmli ədəd ola bilməz. Çünki iki rəqəmli olsa, A sonuncu rəqəmin 1 qeyd edilib burada. A1 plus. Əgər bu rəqəm silinərsə, yəni sonuncu rəqəmi silindi, ikinci ədəd alındı. Demək, burada alınıb ki, biri 2 rəqəmlidir, biri 1 rəqəmli. 2 rəqəmli ilə 1 rəqəmli ədədin də cəmi heç vaxt 474 ola bilməz. Bunun üçün 2 rəqəmli götürə bilmərik. Yazıram AB, sonuncu rəqəmi 1 plus. Sonundakı bir rəqəmi silinsə, ikinci ədəd alınır, yəni AB. Bunların cəmi 474-ə bərabərdir. AB1-i açıram. 100A plus 10B plus 1. AB-ni açıram. 10A plus B. Bərabərdir 474-ə. 110A plus B-ləri topladıqda 11B bərabərdir 474-dən 1 çıxdıqda 473. Buradan 11-i çıxaram mötərizə xaricində. 10A plus B bərabərdir 473-ə. 10A plus B nəyə bərabərdir? 473-ü bölürəm 11-ə, 43. 10A plus B də AB 2 rəqəmli ədədi deməkdir. Deməli, AB 2 rəqəmli ədədim 43-ə bərabərdir. Bu ikinci ədəd. Bəs AB1 nəyə bərabərdir? 431-ə. Bu ədədlərin fərqini tapın deyir. 431-dən çıxıram 43-ü. 8, 8, 3. 388. Deməli, D variantı. 6-cı sualda eyni bu qayda ilə həll edirik. 6. İki natural ədədin cəmi 465-dir. Onlardan birinin axırıncı rəqəmi 3-dür. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Yazıram AB, sonuncu rəqəmi 3. Bu birinci ədəd. Plus. Sonundakı 3 rəqəmi silinsə, ikinci ədəd alınır. Yəni AB. Bərabərdir cəmləri 465-ə. 100A plus 10B plus 3. Plus 10A plus B. Bərabərdir 465-ə. A-ları topladıqda 110A plus B-ləri topladıqda 11B bərabərdir. 465-dən çıxdıqda 3-ü 462. 11-i çıxaram mötərizə xaricinə. 10A plus B bərabərdir 462-yə. 10A plus B də bərabərdir 11-ə böldükdə 42. Deməli, AB bərabərdir 42-yə. Bu ikinci ədəd. Birinci ədədim də bərabərdir, yəni AB3 bərabərdir 423-ə. Bu ədədlərin fərqini tapın. Çıx 42. 381. Cavab D variantı. Keçək 7-ci suala. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu ədədlərdən ən kiçiyini tapın. Ardıcıl 100 natural ədədi necə yazırıq? N plus 1, N plus 2, sonuncu N plus 99. N plus 100 yaza bilmərik. Bu zaman 101 dənə natural ədəd olmuş olur. Deməli, bu ədədlərdən ən kiçiyi N-dir, ən böyüyü isə N plus 99-dur. Bunların cəmi 559-a bərabərdir. Burada qeyd edib. Deməli, 2N bərabərdir. 559-dan 99 çıxdıqda 460. N də bərabərdir 230-a. Deməli, bu ədədlərdən ən kiçiyi N-dir. Bu da bərabərdir 230-a. Cavab C variantı. 8-ci suala baxaq. Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük 1 rəqəmli natural ədəddən neçə dəfə böyükdür? İlk öncə tapaq ki, ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmlinin fərqi neçədir? Ən böyük 4 rəqəmli 9999, ən böyük 2 rəqəmli isə 99-dur. Bunların fərqi 9900-dür. Ən böyük 1 rəqəmli natural ədədimiz isə ən böyük 1 rəqəmli isə 9-a bərabərdir. Bizdən soruşur ki, bu 9-dan neçə dəfə böyükdür? Yəni 9900 9-dan neçə dəfə böyükdür? Bərabərdir 1100. Deməli 1100 dəfə böyükdür. Cavab B variantı. Baxaq 9-cu suala. Ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük 1 rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Yenə eyni qayda ilə. Ən böyük 5 rəqəmli ədəd
99.999-dur. Ən böyük iki rəqəmli natural ədəd isə 99-dur. Bunların fərqi 99.900-ə bərabərdir. Ən böyük bir rəqəmli natural ədədimiz isə 9-dur. 99.900 9-dan neçə dəfə böyükdür? Bölürəm 9-a, alınır 11.100. Deməli 11.100 dəfə böyükdür. Yəni A variantı. Baxaq 10-cu suala. Cəmi 2500 olan iki natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Həmin natural ədədlərdən kiçiyinin rəqəmləri cəmini tapın. Bu ədədlər elə bir ədədlər olmalıdır ki, birinin sonuna 7 əlavə edib digərinin sonundan 6 rəqəmini sildikdə bu ədədlər bərabər olsun. Məsələn, yazıram 1 olsun A, digər olsun A76. Bunun sonuna 7 əlavə etdim. Digərinin sonuna isə 6-nı sildim. Düzdür, bərabər oldu. Amma bir rəqəmli ədədlə 3 rəqəmli ədədin cəmi heç vaxt 2500 ola bilməz. Bunun üçün bir rəqəmli və 3 rəqəmli ədəd götürə bilmərik. Yazıram AB, bir də AB 76. AB-nin sonuna 7 əlavə etdim, digərinin sonundan 6-nı sildim. Bərabər oldu. Deməli, bu ədədləri götürə bilərik. Yazıram AB plus AB 76 bərabərdir 2500-ə. Açıram 10-a plus B plus 1000-a plus 100B plus 76 bərabərdir 2500-ə. A-ları toplayıram. 1010A plus 101B bərabərdir 2500-dən 76 çıxdıqda 2424. Buradan 101-i mötərizə xaricinə çıxarıram. 10A plus B bərabərdir 2424-ə. Deməli, 10A plus B nəyə bərabərdir? 2424-ü bölürük 101-ə, alınır 24. Deməli, AB 2 rəqəmli ədədi 24-ə bərabərdir. Həmin natural ədədlərdən kiçiyinin rəqəmləri cəmini soruşur. Kiçiyi budur. Bunun rəqəmləri cəmi isə 2 plus 4 bərabərdir 6-ya. Cavab 6. Baxaq 11-ə. ABC natural ədədləri üçün AB bərabərdir 23, BC bərabərdir 11 olarsa, A plus B plus C cəmini tapın. 23-ün vuruqları yalnız 23 və 1 ola bilər. 11-in vuruqları isə 11 və 1. Hər ikisində B olduğuna görə biz hər ikisində ortaq olan ədədi B-yə yazırıq. Yəni 1-i. Burada A oldu 23, C oldu 11. Deməli, A bərabərdir 23-ə, B bərabərdir 1-ə, C də bərabərdir 11-ə. Bunların cəmi isə 35-ə bərabərdir. 12 də eyni bu qayda ilə həll edirik. AB bərabərdir 19, BC bərabərdir 7. Yenə cəmi soruşur. 19-un vuruqları yalnız 19 və 1 ola bilər, 7-nin vuruqları isə 7 və 1 ola bilər. Hər ikisində B eynidir. Burada da baxırıq ki, hər ikisində 1 eynidir. Deməli, 1-i B-yə yazırıq. 11, daha doğrusu A oldu 19, C oldu 7. Deməli, A bərabərdir 19-a, B bərabərdir 1-ə, C də bərabərdir 7-yə. Bunların cəmi isə 27-yə bərabərdir. 13-cü sual. X, Y, Z natural ədədlər 7y bərabərdir 8z və x bərabərdir 2z olarsa, x plus y plus z-in ən kiçik qiymətini, cəminin ən kiçik qiymətini tapın. Biz y və z-ə ən kiçik nə verə bilərik? Y-ə 8, z-ə isə 7. Burada da z-i 7 yazdıqda x-in ən kiçik qiyməti 14 olur. Yazıram x plus y plus z bərabərdir 14, üstə gəl 8, üstə gəl 7. Bərabərdir cavab 29-a. 14 də eyni bu qayda ilə yazaq. 4y bərabərdir 7z-ə, x də bərabərdir 3z olarsa, cəminin ən kiçik qiymətini tapın. Y və z-in ən kiçik qiyməti nə ola bilər? Y 7 ola bilər, z də 4 ola bilər. Z 4 olarsa, x-in də ən kiçik qiyməti 12 olur. Deməli, cəmin ən kiçik qiyməti 12 plus 7 plus 4 bərabərdir 23. Cavab 23. Baxaq 15-ə.
A və B natural ədədləri üçün 4A üstə 5B bərabərdir 90 olarsa, 5A üstə gəl 4B ifadəsinin ala biləcəyi ən böyük qiyməti tapın. Bu ifadənin ən böyük qiymət alması üçün biz A-ya ən böyük ədədi verməliyik. Çünki A-nın əmsalı daha böyükdür. Yəni, böyük ədədi də böyük bir ədədə vurduqda daha böyük bir ədəd alınır. Bunun üçün A-nın ən böyük qiymətini tapaq. 4A bərabərdir 90 çıx 5B. A da bərabərdir 90 çıx 5B böl 4. A-nın ən böyük qiymət alması üçün B-yə ən kiçik qiyməti verməliyik. Çünki 90-dan kiçik bir ədəd çıxdıqda böyük bir ədəd alınır. Bunun üçün B-yə 1 verək. A bərabərdir 90 çıx 5 bölünsün 4 bərabərdir 85 böl 4. Burada alındı kəsir ifadə. Amma bizə burada qeyd edib ki, A və B natural ədədlər olsun. Ona görə B-ni 1 götürə bilmərik. B-yə verdik 2. A bərabərdir 90 çıx 10 böl 4 bərabərdir 20. Deməli, B-nin 2 qiymətində A-nı 20 aldıq. Gətirib ifadədə yerinə qoyaq. Bərabərdir 5 vur 20 plus 4 vur 2 bərabərdir 108-ə. Deməli, bu ifadənin ən böyük qiyməti 108-ə bərabərdir. 16 da eyni bu qayda ilə həll edək. A və B natural ədədləri üçün 6A plus 7B bərabərdir 103-ə. 7A plus 6B ifadəsinin ala biləcəyi ən böyük qiyməti tapın. Yenə 7A plus 6B ifadəsinin ən böyük qiymət alması üçün biz əmsalı böyük olan hərfə böyük qiyməti verməliyik. Yəni, A-ya ən böyük qiymət verməliyik. Çünki 7-ni böyük bir ədədə vurduqda daha böyük bir ədəd alınır. Yazaq. 6A bərabərdir 103 çıx 7B. A da bərabərdir 103 çıx 7B bölünsün 6. A-nın böyük qiymət alması üçün B-yə ən kiçik qiyməti verməliyik. B bərabərdir 1. A bərabərdir 103 çıx 7 böl 6. Bərabərdir 96 böl 6. Bu da bərabərdir 16. Deməli, B-nin bir qiymətində A-nı aldıq 16. Gətirib ifadədə yerinə qoyaq. 7A plus 6B bərabərdir. 7 vur 16 üstə gəl 6 vur 1. 42 4 yadda, 7 4 yadda 112. Plus 6 bərabərdir 118. Deməli, bu ifadənin ən böyük qiyməti 118-ə bərabərdir. Baxaq 17-ci suala. A və B natural ədədləri üçün uyğunluğu müəyyən edin. Birincini açaq. AB çıx BA bərabərdir 3A çıx 2B. Deməli, 10A üstə gəl B çıx mənfi olduğuna görə 10B çıxa bərabərdir 3A çıx 2B-yə. 9A çıx 9B bərabərdir 3A çıx 2B. 6A bərabərdir mənfi 2B-nin üstə 9B gəldikdə 7B. Deməli, burada A-ya 7 verək, B-yə 6 verək. A və B ədədlərinin cəmi olur 13. A çıx B isə 1-ə bərabər olur. Baxaq görək variantlarda hansıdır. Deməli, 1-ə getdi C. Bir də Y variantı. Cəmləri 13. Keçək ikinciyə. AB bərabərdir 7A plus 6B. 10A plus B bərabərdir 7A plus 6B-yə. 3A da bərabərdir 5B-yə. A-ya 5 verdikdə B 3 alır. Deməli, A plus B cəmi 8-ə bərabərdir. A minus B fərqi isə 2-yə bərabərdir. Keçək üçüncüyə. AB 5 çıx AB bərabərdir 266. 100A plus 10B plus 5 çıx mənfi olduğuna görə 10A çıx B bərabərdir 265-ə. Daha doğrusu 6-ya. 90A plus 9B bərabərdir 5-i keçirik sağa 261. Deməli, 9 çıxır mötərizə xaricinə. 10A plus B bərabərdir 261-ə. 10A plus B də bərabərdir 261-i 9-a böldükdə 2 dəfə, 81-də də 9. Deməli, AB 2 rəqəmli ədədi 29-a bərabərdir. Bunun rəqəmləri cəmi olur 11. B-dən A-nı çıxdıqda isə 7 qalır. Burada cəmin verməyib, yalnız verir ki, B çıxa bərabərdir 7. Deməli, D variantı. 3-ə D. Baxaq 18-ci suala. İki rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olur. Həmin iki rəqəmli ədədi tapın.
İki rəqəmli ədədimiz olsun AB. Bunun əvvəlinə və sonuna 1 yazdıqda bu cür olur. Alınan bu 4 rəqəmli ədəd bu 2 rəqəmli ədəddən 21 dəfə böyükdür. Yəni böl 2 rəqəmli ədədə bərabərdir 21. Surəti açaq. 1000 plus 100A plus 10B üstə 1 bölünsün 10A plus B. Bərabərdir 21-ə. Deməli 1000, 1001 plus 100A plus 10B bərabərdir 21-i vururuq məxrəcə. 210A plus 21B. 210A'dan 100A'nı çıxdıqda 110A, 21B'dən 10B'ni çıxdıqda 11B bərabərdir 1001-ə. Buradan 11 çıxır mötərizə xaricinə. 10A plus B bərabərdir 1001-ə. 10A plus B də bərabərdir 1001-i 11-ə böldükdə 91. Deməli, AB 2 rəqəmli ədədi 91-ə bərabərdir. Cavab 91. Baxaq 19-a. 2 rəqəmli ədədin əvvəlinə və sonuna 2 rəqəmi yazılarsa, yəni yazdım əvvəlinə və sonuna 2 rəqəmi. Bu 4 rəqəmli ədəd. Bu 2 rəqəmli ədəddən 32 dəfə böyük olar. Yəni 4 rəqəmli ədədi 2 rəqəmli ədədə böldükdə 32 alınır. Yazıram 2000 plus 100A plus 10B plus 2 bərabərdir. 32 vur, bunu da açıram 10A plus B. Deməli 2002 plus 100A plus 10B bərabərdir 320A plus 32B. Deməli 320A'dan 100A'nı çıxdıqda 220A üstə gəl. 22B bərabərdir 2002-yə. 22 çıxır mötərizənin xaricinə 10A plus B bərabərdir 2002-yə. 10A plus B də bərabərdir 2002 böl 22-yə. Deməli 10A plus B bərabərdir 91-ə. 10A plus B də AB 2 rəqəmli ədədi deməkdir. Deməli AB bərabərdir 91-ə. 20-ci suala baxaq. $50 manat pulu olan Akif biri 3 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın? Akifin 50 manat pulu var. O biri 3 manatdan neçə kitab alır? Yəni neçə kitab aldığını bilmirik. Bunun üçün 3x. Onun qalan pulu isə 7 manatdan az olmamalıdır. Yəni onun ümumi pulundan çıxırıq aldığı kitabları 3x. Bu böyük bərabərdir 7-dən. Buradan yazırıq mənfi 3x böyük bərabərdir mənfi 43. Mənfiyə böldükdə işarə dəyişilir. 3x kiçik bərabərdir 43-dən. X də kiçik bərabərdir 43-ü 3-ə böldükdə 14,3-1-ə. Deməli, bunu bizdən soruşur ki, ən çoxu neçə kitab ala bilər? Yəni, x burada hansı qiymətlərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14. Ən çoxu isə 14 ala bilər. 21-ə baxaq. 40 manat pulu olan Arif 40 manat pulu var. 2 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 5 manatdan az olmasın. Yenə eyni qayda ilə. 40-dan çıxırıq aldığı kitabları, yəni 2 vur x. Bu böyük bərabərdir 5-dən. Mənfi 2x böyük bərabərdir mənfi 35-dən. X da işarəni dəyişirik, kiçik bərabərdir 35 böl 2-dən. Burada x kiçik bərabərdir 17,2-dən. Burada da ən çoxu neçə kitab ala bilər? 17.